3 saylı tam orta məktəbin 4C sinif şagirdləri ilk təhsil mərhələsini başa vuraraq ibtidai siniflə vidalaşırlar. Biz də bugün televiziyası olaraq onlara uğurlar arzulayırıq. Bugün çox xüsusi bir gündür. 4 il öncə məktəbin qapısından həyəcanla içəri girən bu balaca ürəklər indi böyük bir addım atmağa hazırlaşır. Onlar yeni mərhələyə qədəm qoyurlar. Hər anlarında şagirdlərinin yanında olan sinif rəhbəri Günay Xəlilova sevinç və həyəcan dolu təəssüratlarını bizimlə bölüşdü. Bugün 4G sinifi olaraq 34 şagirdimlə bərabər məzun gününün həyəcanını yaşayırıq. Təbii ki, bir müəllim kimi mənim üçün bir yerdə başladığımız, sevinci ilə, kədəri ilə bir yerdə yazdığımız 4 illik hekayəni bitirmək çox çətindir. Ancaq bu bitiş hər bir şagirdim üçün yeni bir başlanğıc deməkdir. Bugün ayrılsaq da ümid edirəm ki, yolumuz hər zaman hər biri ilə işıqlı zirvələrdə kəsişəcək. Hər birinə uğurlar arzu edirəm. Yolunuz açıq, şansınız bol olsun. Hər birinizi çox sevirəm. Bu anlar təkcə uşaqlar deyil, müəllimlər və valideynlər üçün də unudulmazdı. Onlar bu balaca məzunların böyüməsini, inkişafını illərdir sevgi və qayğı ilə müşahidə ediblər. Hər bir şagirdin qəlbində böyük arzular, ümidlər və xəyallar yaşayır. Onlar məktəbdə yalnız dərs oxumur, həm də gələcək həyata hazırlanır. Şagirdlər öz arzu və məqsədlərindən bizə danışdılar. Müəllimlərimi və sinif yoldaşlarımı çox sevirəm. Onlarla bir yerdə çox gözəl xatirələrimiz var. Ən xoşladığım dərs riyaziyyatdır. Çünki tapşırıqları həll etmək mənə maraqlı gəlirdi. İndi yuxarı sinifə keçəcəyəm və daha çox öyrənmək istəyirəm. Böyüyəndə həkim olmaq istəyirəm. Çünki insanlara kömək etməyi sevirəm. Nədir? Uzaq Uzaq mənalarını nə etməliyik? 4 sinifinin məzunuyam. Böyüyəndə ədliyyə işçisi olacağam. Hər kəsin hüququnu qoruyacağam. Müəllimlərimə təşəkkür edirəm. Çünki onlar bizə çoxlu şeylər öyrədiblər. Sinif yoldaşlarıma da uğurlar arzu edirəm. Sağ olun. Mən artıq 4-cü sinifi bitirirəm və mənim böyüyəndə arzum odur ki, vəkil olum. Buna görə də müəllimə sonsuz təşəkkür edirəm. Yaxşı ki, yollarımız sizinlə kəsişdi. Qarşıda onları yeni sınaqlar, imtahanlar gözləyir. Bu yolda bütün şagirdlərə uğurlar arzulayırıq. Zeynəb Abbasova, Samir Əliyev, Bugün TV.